Gənclər və İdman Nazirliyi ötən il İdman həftəsi və Yaşıl Dünya naminə həmrəylik ili layihəsi çərçivəsində təşkil etdiyi yarışların proqramına elə bir turnir daxil etdi ki, ölkə idmanı tarixində yeni səhifə açıldı. Bədən tərbiyəsi və İdman günü münasibəti ilə Nazirliklə yanaşı Bakı şəhər halqası və Azərbaycan Atletika Federasiyası ilə birgə təşkil edilən Xankəndi-Bakı ultramarafonu nəinki işğaldan azad olunmuş torpaqlarımızda, ümumən ölkəmizdə reallaşan ilk belə idman yarışı idi. Startı əzəmətli Xankəndi şəhərindən verilən ultramarafonun açılış mərasimindən əvvəl 1-ci Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Qürurla irəli şüarı altında təşkil edilən marafon Xankəndi-Yevlax, Yevlax-Ucar, Ucar-Hacıqabul, Hacıqabul-Qobustan mərhələlərini əhatə edirdi. Son etapda iştirakçılar Qobustandan Bakıya 55 kilometrlik məsafəni qət edərək Bakı bulvarında finiş xəttinə çatdılar. 380 kilometrlik ultramarafonda ümumilikdə 64 idmançı mübarizəyə başladı və onlardan 17-si sona qədər mübarizə apardı. Atletlər arasında Türkiyə, Meksika və Moldova təmsilçiləri də var idi. Bakıda yekunlaşan mərhələdə finişə Artyom Əliyev birinci çatdı. Yekunda ümumi mərhələnin qalibi adına finişə hamıdan birinci çatan Artyom Əliyev sahib oldu. İkinci yeri Yadigar Hüseynov, üçüncü pilləni isə Seymur Şahbazov tutdu. Bu dəfə isə ultramarafon idman paytaxtı Qəbələ şəhərindən start götürəcək və Ağdaş, Ləki, Yevlax, Bərdə, işğaldan azad olunmuş Ağdam, Əsgəran, Xocalı şəhərlərindən keçərək 192 kilometrlik məsafəni qət etməklə aprelin 13-də Xankəndi şəhərinin mərkəzində başa çatacaq. Atletlər yarışın ilk günündə Qəbələ-Ağdaş xətti üzrə 55 kilometrlik, ikinci gündə Ağdaş-Bərdə xətti üzrə 65 kilometr, üçüncü gündə 44 günlük müharibənin rəmzi olaraq Bərdə-Ağdam xətti üzrə 44 kilometr, dördüncü gün Ağdam-Xankəndi xətti üzrə 28 kilometr məsafəni qət edəcəklər. Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası, Bakı şəhər halqasının və Zəfər Qaçış klubunun birgə təşkilatçılığı ilə təşkil olunan yarış bu dəfə Konstitusiya və Suverenlik ili çərçivəsində keçiriləcək. Yarışda ümumi kateqoriyada ilk 3 pillədə gələn qadın və kişi idmançılar müvafiq olaraq birinci yer 4000 manat, ikinci yer 3000 manat, üçüncü yer 2000 manat olmaqla mükafatlandırılacaqlar. İlk onluğa düşən digər iştirakçılar isə 500 manat mükafat alacaqlar. Onu da vurğulayaq ki, daha əvvəl Xankəndi şəhərində ultramarafonla yanaşı badminton üzrə ölkə çempionatı və futbol üzrə Azərbaycan kubokunun 8-1 final mərhələsində Ağdamın Qarabağ və Moyuq komandalar arasında oyun keçirilib. Cari il ərzində isə tarixi torpaqlarımızda çövkən yarışlarının və Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi 3-cü MDB oyunlarının kamandan ox atma yarışlarının təşkili planlaşdırılır.